Salam, 1 iyun 2025-ci il Dövlət İmtahan Mərkəzinin keçirdiyi 4-cü qrup biologiya suallarına baxırıq. Birinci sual bir hüceyrəli göbələklərdir. Birinci penisil, ikinci qov, üçüncü tülkü qulağı, dördüncü mukor, beşinci isə may göbələkdir. Bir hüceyrəli mukor və may olduğu üçün cavabımız olacaq 4-5, yəni D variantı. İkinci sual hansı mülahizə yanlışdır? Xəstəlik ensefalit yuxu və taun, törədicisi ensefalit bakteriya yuxu. Deməli, protozoalar heyvanlar tərəfindən törədilir, taun bakteriyalar tərəfindən törədilir. Keçiriciləri isə ensefalitdə gənə, yuxuda sesam içəyi, taunda isə birələrdir. Adı deyir ki, X, MZ eyni aləmlərə aiddir. X-ə baxırıq, X dedik ki, bakteriyadır. M isə protozoalar heyvanidir. Yəni heyvanlar və bakteriyalar eyni aləm olmadığı üçün bizdən yanlış istədiyi üçün cavab olacaq A variantı. Üçüncü sualda qıcı qatı qrupu və planlar üçün oxşar cəhət. Bu olacaq saçaqlı kök sistemi, çünki onların hər üçünün saçaqlı kök sistemi müşahidə olunur. Dördüncü sual verilən canlı üçün doğru mülahizələr müəyyən edin. Verilən canlı balıqda ürək boşluğunda bir növ qan var, bu doğru fikirdir. Yalnız venöz qanı olur. Uzun boylu sümükləri var, səhvdir. Deməli bizdən doğru nisbi 1 götürürük. Qarın artısında venöz qanı axır 1-3 düzdür. Ürəyində qulaqçı mədə üçün sayı nisbəti 1/4, xeyr 1/1-dir, yəni 4 səhvdir. Xarici məlumat mövcuddur, 5 də doğrudur. 1-3-5 cavabımız olacaq B variantı. Beşinci sual hansı canlıların hüceyrə divarına rast gələnlər? Burada heyvanlar çıxırıq, yamləvi, amebi çıxırıq. 2-5 çıxdığımız zaman cavabımız qalır C variantı. Altıncı sual həzm sistemi yalnız bir dəliklə xarici mühitlə əlaqəli olanlar aplanari və nereid olacaq. Onlarda anal dəlik, deməli nereid anal dəlik mövcuddur. Soxulcanda anal dəlik mövcuddur. Sonra insan skardində anal dəlik, soxulcanda anal dəlik mövcuddur deyəcəyini də çıxdıq. B-də insan skardı var çıxdı. Amma A variantında heç birində anal dəlik mövcud deyildi. Bir dəlik əlaqəli A variantı olacaq cavab. Elevin diaqramına əsasən uyğun bədlər müəyyən edin. Yaşıl çiçəkli söyüd dişidir bu. Ağ dişamda maylama baş verə bilərmi? Bəli, maylama baş verə bilər. Bu ortaqdır, yəni A-nı ortaya yaza bilərik. B-də 3 növ generativ orqana malikdir. Generativ orqanlar örtülü toxumlarda 3 növ olduğu üçün B-ni 1-ə yazırıq. Tozluq kisələri var. Bu aiddir A dişama, C-ni buraya yazırıq. Tozlama baş verir hər ikisində. Deməli, tozlama baş verə bilər. B variantı ortaqdır və Y variantı 3 növ vegetativ orqanda yenə hər ikisi üçün ortaqdır. 1B, 2C, 1B, 2C, 3 isə A, D və Y variantları olan variantımız B variantı demək. Cavabımız olur B variantı. 8-ci sual. 8-ci sualımızda deyir ki, hansı mülahizə doğru deyil və suda yaşayan məmələrin tük örtüyü olmur. Xeyr, delfinlərdə olur. Deməli, daha doğrusu delfinlərdə olmur, bu doğrudur. Suda yaşayan məmələr ağciyərlərə tənəffüs edir. Bəli, bəzi suda yaşayan məmələr quruya çıxır. Suda yaşayan məmələr məsələn suda quruya çıxa bilər. Sonra gəlir deməli növbəti D variantı. Suda yaşayan məmələr yalnız suda çoxalır. Xeyr, suda çoxalmır suda. Suda yaşayan məmələr balan suda bəsdir. Bu da doğrudur. Bizdən doğru deyil istəyir. Cavab olacaq D variantı. Bağırsaq qoşuqlar tipinə aid canlılardan rast gəlinən şəkildəki hüceyrə bu dalayıcı hüceyrədir. Bəzi hüceyrələr ilə eyni qatda yerləşə bilməz. Bəli, bəzi hüceyrələr endodermadır, bu isə ektodermadır, eyni qatda yerləşmir. Biz yanlış axtarırıq. Dəri hüceyrələri ilə yanaşı yerləşə bilər. Bəli, ikisi də ektoderma hüceyrələridir. Mümkündür. 2-nin kapsuldan çıxması bir qalmalıdır, doğrudur. Aralıq hüceyrə nömrə gəlir, doğrudur. Bədənin hər iki qatında yerləşir. Bədənin hər iki qatında yerləşir. Bədənin hər iki qatında yerləşir. Endoderma və ektoderma. Bu cavab dəri əzələ ilə yanaşı yerləşə bilər. Dəri əzələ hüceyrələri ilə yanaşı yerləşə bilər. Dəri əzələ hüceyrələri ilə yanaşı yox, bədənin hər iki qatında yerləşir. Bu fikir səhvdir, yəni Y variantı götürək. 10-cu sual mürəkkəb refleks qövsündə iştirak edən 3 müxtəlif növ neyron sinir impulsunun bir-birinə ötürür. Burada refleks qövsünün hansı hissəsində bu neyronların arasında sinapslar yarana bilər? Sinapslar demək akson birincinin akson ilə ikincinin dendrit arasında yarandığı üçün hər üçün arasında, yəni Y ilə Z arasında, Z ilə M arasında da Z hissədə olacaq aksonun yaranması. Buna görə də cavabımız olacaq Y variantı. Buğdanın çiçək qrupu mürəkkəb sümbüldür. Pavlova görə mənşə mərkəzi Cənub-Qərbi Asiyadır. Çiçək düsturunda struktur elementlərinin sayısı C2+2, Y3, D1, yəni cəmi 8 olur. Buna görə də düzgün cavab variantı uyğun gəlir B variantı. Sxemdə verilmiş bir sağlam insanda harada baş verir? Bu demək, yağların yağ turşusu və qliserinə parçalanması prosesidir. Yağlar mədədə və nazik bağırsaqda parçalanmaya qalır. Heyvan mənşəli yağlar mədədə, monomerlərə parçalanma nazik bağırsaqda adətən olur. Ona görə C variantı götürə bilərik. Ağac gövdəsinin quruluş sxemi üçün uyğunluğu müəyyən edin. Birinci olacaq mantar, ikinci olacaq kombi, üçüncü isə olacaq oduncaq. Birinci cümləmizdə deyir ki, rizom maddələr daşıyan borucuqlar yerləşir. Bu oduncaqda yerləşir, yəni A-nı 3-ə yazırıq. Gövdənin eninə bölməsini təmin edir. Bu kombidir, B-ni 2-yə yazırıq. Qabıq və oduncaq hüceyrələrini yaradır. Bu da kombidir, C-ni də buraya yazırıq. İllik halqalar yerləşir. Oduncaqda D-ni yazırıq 3-ə. Mərciməklər yerləşir mantarda 1Y, 2BC, 3 AD. Cavab olur B variantı. 14 nəsil şəcərəsində insanların qan qruplarının fenotipləri verilmişdir. Rəqəmləri. Demək 4-cü biz bilirik ki, 4-cü qan qrupu yalnız fenotipçi AB olacaq və bunlardan ikinci və üçüncü qan qrupu uşaqlar dünyaya gəlibdir. Deməli bu ikinci qan qrupu əgər A genotipli olsaydı, bundan heç vaxt üçüncü qan qrupu dünyaya gələ bilməzdi. O zaman demək ki, bu valideyn A0 genotipli olub. Yəni biz ikinci konkretliklə təyin edə bildik. Ona görə D və Y variantlarını çıxdıq. Yox, bir dəqiqə. Deməli bu ikidir. Bu ikinci qan qrupunu təyin etdik. İndi bunlardan uşaqlar AA və A0 bir də B0 formasında ola bilər. Yəni birinci qan qrupunu buradakı birinci fərdi biz qan qrupunu təyin etmək üçün baxırıq ki, bu A ilə A-nın birləşməsindən AA genotipli də ola bilər. A ilə 0-ın birləşməsindən A0 genotipli də ola bilər. Biz bunu dəqiqləyə bilmərik. Ona görə bir dəqiq, yəni təyin etmək mümkün deyil. Bir götürməliyik. Sonra baxırıq 2-yə. 2 üçüncü qan qrupudur və baxırıq ki, bu yalnız B0 genotipində olacaq. Çünki valideynləri dəqiq təyin etmişik. B0 olacaq. Bu üçü biz təyin edə bildik dəqiqliklə. Daha sonra bu üçüncü qan qrupundan dördüncü qan qrupu uşaq dünyaya gəlibdir. Bu da A genotiplidir mütləq. Bunun AA yoxsa A0 olduğuna baxıb təyin edə bilirikmi? Əgər AA olsaydı bunlardan ikinci qan qrupu dünyaya gələ bilərdi. AA olsaydı və yəni üçüncü qan qrupu, dördüncü qan qrupu dünyaya gələ bilərdi. Amma üçüncü qan qrupu dünyaya gələ bilməzdi. Amma gördüyünüz kimi bunun üçüncü qan qrupu dünyaya gəldi. Deməli bu A0 imiş ki, B ilə 0 birləşəndə üçüncü qan qrupu dünyaya gələ bilsin. Deməli bu B0 olacaq. O zaman biz dördüncünün də qan qrupunu dəqiqliklə təyin edə bildik. Üçüncü şəxsin, yəni dördüncü qan qrupu üçüncü şəxsində mütləq şəkildə qan qrupunu bilirik ki, bu genotipçi AB olacaq. Demək biz yalnız biri təyin edə bilmədik. Ona görə cavab variantımız olacaq. Demək A variantı. Cavabımız olacaq A variantı. Sonra keçirik 15-ə. Sağlam qadın aybaşı disiplini fazlarında uşaqlıq divarının vəziyyəti birinci aybaşı fazasıdır. X, Y aybaşından sonrakı Z sarıcısının fazasıdır. Birinci də Z sarıcısının fazasıdır. Bu doğrudur. Z fazasının yumurta hüceyrə uşaqlıq borusunda ola bilər. Bu da doğru fikirdir. X fazasının sonunda uşaqlığın divarı maksimal qalınlığa çatır. Xeyr, minimal qalınlıq olur. Ovulyasiya üçün ən əlverişli vaxt Z fazasının sonudur. Xeyr, Z fazasının əvvəldir 14-cü gün. Y fazası 11 yaşlı qızda baş verə bilər. Bu da doğrudur. Çünki 10 yaşından sonra baş verə bilər. Cavabımız oldu 1, 2 və deməli 1, 2 və 5 Y variantı. Cavabımız oldu Y variantı. Sonra gəlir 16-cı sual. Sxemdə verilmiş proseslərlə bağlı hansı mülahizə sağlam insan üçün yanlışdır? Burada olacaq. 1 demək zolaların aminoturşular parçalanması, 2 aminoturşun zolanın sintezidir. Biz baxsaq ki, 1 katabolik prosesdir, bu doğrudur. 2 plastik mübadiləyə aiddir, bu da doğrudur. 3 ribosomlarda baş verir, bəli zolal biosintezi ribosomlarda baş verir, 3 də doğrudur. 3 zolal ağız boşluğunda baş verir. 3 zolaların ağız boşluğunda həzm etmir, ona görə bu səhvdir. Y bir həzm kanalında baş verir, bir həzm kanalında zolaların aminoturşular parçalanması nazik bağırsaqda gedir və bu da doğrudur. Səhvdir, D variantı səhvdir. Orta yaşlı sağlam insanda bir dərin nəfəs alma zamanı 2500 ml əlavə hava plus 500 ml də tənəffüs havası qəbul edilir. Bu 2000 ml. 2000 ml-nin də 5%-ni tapmalıyıq, çünki akciğərlərdən kapilyarlara keçən 5%-dir. Bu da edəcək 2000-in 5%, yəni 2000 vurulsun 5 bölünsün 100, bu da edəcək elə demək 100. Cavabımız olacaq D variantı.
İnsanda hansı vəzlər yalnız xarici sekresiya vəzlərinə aiddir? Bu olacaq C variantı. 2 qat hidrogen rabitələrin sayının 3 qat hidrogen rabitələrin sayına bərabər olduğu bir DNT molekulu. Bu deməkdir ki, yəni adeninlə timin nə qədərdirsə, guaninlə sitozin də onlara bərabərdir. Yəni hamısı bir-birinə bərabərdir. Çünki rabitələrin sayı bir-birinə bərabər olduğunu, yəni 2 qatlar 3 qat. Məsələn, bir adenində 2 qat hidrogen rabitəsi varsa, bir guanində də 3 qat hidrogen rabitəsi var. Yəni bu cümlə göstərir ki, bu 4 nukleotin 4-ü bir-birinə bərabərdir. 4 nukleotin 4-ünün bir-birinə bərabər olduğu variantlarımız bizim ABC variantlarıdır. Yəni biz baxsaq ki, A-da fosfatla deməli pentozalar bir-birinə, daha doğrusu nukleotidlərdən azdır. Bu mümkün deyil, çünki nukleotidlərdən çox olmalıdır. Bütün nukleotidlərin cəminə bərabər olmalıdır. C-də isə bir-birinə bərabərdir. Bu da səhvdir. Doğru cavabımız olacaq B variantı. Uyğunluğu müəyyən edin. Producent redusent üzüm maddələri minerallaşdırır. Yəni 1 və 2 yazsaq, üzüm maddələri minerallaşması bu redusentlərə aiddir. Yəni 2A. Fitoplanktondur. Bu 1-ə aiddir. B. Yəni heterotrof qidalanır. Bu aiddir redusentlərə. Yəni zümrə göbələyi heç birinə aid deyil. Hidrogen bakteriyaları isə producentlərə aiddir. 1B, 2AC. 1B, 2AC. Düzgün cavabımız olacaq A variantı. Daha sonra gəlirik 21-ci suala. Küləklə tozlanan bitki, həşəratla tozlanan bitki. Tozlanma cinsi çoxalmaya xidmət edir. Yəni hər ikisi üçün bu xarakterlikdir. Ona görə biri bura aid edirik. Nektarlıq var, nektarlıq həşəratlarda olur, həşəratla tozlananlarda. Çoxlu quru yüngül tozluqların olması 3-ü buraya yazırıq küləkləyəm. İri və əlvan çiçəklərin olması 4 həşərata yazırıq. Tozlanma çarpazı hər ikisi çarpaz tozlanma növüdür. 5, daha doğrusu 5-i ortaya yazırıq. 6-da isə görkəm sifətsiz çiçəklər. Bunu da küləyə aid edirik. Deməli 1 oldu 3 6, 2 oldu 2 4, 3 isə oldu 1 5. Cavabımız olur C variantı. 22 onda heyvandır və bunun orqanoidlərində olan biosintezi tənəvvür endoplazmik şəbəkələr basındırı mitoxondriyada gedə bilər. Verilən cavablar içərisində Y uyğun gəlir. 23 insanda gövdə skeletində bilavasitə birləşmir. İki cür sümüklüyü olan sümüklər birləşmir. Yəni bunu götürə bilərik, biri götürdük. Cüt sümüklər birləşir, məsələn çanaq cütdür və birləşir. Gövdəyə uzun boylu sümüklər birləşmir, üçü də götürürük. Yastı sümüklər birləşir, məsələn çanaq yastıdır. Külək sümükləri isə birləşmir. 1 3 5 oldu düzgün cavab. Mitozun eyni bir fazasında baş verən proseslər. Vətər telləri itirib telofazadır. Vətər telləri əmələ gəlməyə başlayır, profazadır. Sitokinez baş verir, telofazadır. Xromatidlər qütbələrə çəkilir, anafazadır. Vətər tellərinin əmələ gəlməsi başa çatır. Bu metafazadır. Xromosom spiralları açılır, bu da telofazadır. Telofazaya aid olanlar olacaq 1 3 6, yəni bizdən eyni fazaya aid olanlar soruşur deyə cavabımız olacaq. Doğru kəsişmələri müəyyən edin. Çöpçüklərin funksiyalarının zəifləməsi nəticəsində insanda toyuq korluğu baş verir. Bu doğrudur. Torun işıqda görmə qabiliyyəti pozulur. Bu da doğrudur. Toyuq korluğunda var belə bir əlamət. Bilavasitə görmə nazatorunun ikinci yox reseptorda baş verir. Birinci hissəsinin funksiyası pozulur. Bu səhvdir. A vitaminlərinin normadan artıq olması nəticəsində normadan əksik olması nəticəsində yaranır. Ona görə düzgün cavablarımızı istəyib 1 və 2-ni götürə bilərik. Müəyyən ərazidə yayılmış çay xərçəngi, xaçlı ölçü və mal böcəklərində 620 ayaqlar vardır. 48 çay xərçəngidir. Biz bilirik ki, çay xərçəngində 500, yəni 10 ədəd yirmi ayağı var. 48 vuruşunun 480 dənəsi çay xərçəngi yirmi ayaqlardır. 620-dən 480 çıxdığımız zaman yerdə qalır 140. 140 dənə yirmi ayağı hörümçəklə xərçəngdəki yirmi ayaqlarının cəmidir. Və biz bilirik ki, hörümçəklə xərçənglərdə yirmi ayaqlarının nisbətini yazsaq, hörümçəklərdə 8 dənə olur, xərçənglərdə isə daha doğrusu may böcəyində isə 6 dənə olur. 8-in 6-ya nisbəti, yəni onsuz da 4-ün 3-ə nisbətidir ki, biz burada da 4-ün 3-ə nisbətini görürük. Bu deməkdir ki, may böcəyi ilə hörümçəyin sayı bir-birinə bərabərdir. Bir-birlərinə bərabərdirlər. Yəni ona görə 8x ilə 6x götürəcəm sayların bərabər olduğu üçün. 8x ilə 6x bərabərdir. 8x plus 6x bərabərdir 14x və 14x də bərabərdir. Deməli 140-a. Buradan x-imiz bərabər olacaq. X-imiz bərabər olacaq. Deməli 140 bölünsün 14 o da edəcək. Deməli 10 dənə may böcək, 10 dənə də hörümçək var imiş. 10 dənə də hörümçək var imiş. Cavabımız olacaq 10. Burada cavab edəcək 10. Sonra uyğunluğu müəyyən edin. Baxırıq birə 2 ləpəli bitkidə meyvələri gilə meyvədir. Bura aid edə bilərik. 2 ləpəli bitkiyə gilə meyvə 1A aid edə bilərik. Hanı bura aid edə bilərik? Daha sonra dağ laləsi qutucuq meyvədir. Bu deməli kevli normal gilə meyvə. Bu hələ ki uyğun gəlmir. Çiçək quş əpəyi. Quş əpəyi də xaç şəkillərə, deməli çiçəklərə aiddir. Meyvəsi gilə meyvə. İndi çiçəyi çiçəkləri 6 erkək çiçəklidir. Bəli. Deməli biz bura indi çiçəyini yaza bilərik. Çünki çiçəkləri 6 erkək çiçəklidir və meyvəsi gilə meyvədir. 3 D-ni buraya yaza bilərik. Yabani ağ turpu buraya yaza bilərik. Yabani ağ turpu Y və quş əpəyini də eyni ilə yabani ağ turpun yanına yaza bilərik. C çiçəkləri 6 erkək çiçəklidir və deməli 2 ləpəli bitkidir. Aha. C-ni isə dağ lələsini isə heç birinə aid edə bilmirik çünki qutucuq meyvədir. Bunlar heç birinə uyğun gəlmir. Sonra həkim müayinəsinə gələn 2 pasiyent 40 yaşlı İskəndər 15 yaşlı Ayxan müayinədən keçdikdən sonra məlum oldu ki, İskəndərdə şəkil A, yəni podoqram. Bunda isə skalyoz var. Burada nə soruşur bizdən? 28-də. Ayxanın problemi nədir? İskəndərin problemi nədir? Yazdıq podoqram və skalyoz. Və sümüklər sınıq zamanı ilkin yardım necə edilməlidir? Skalyozda üzü üstə uzatmaq lazımdır xəstəliyə cavab belə olacaq. 29-da eksiqlik vəziyyətini müəyyən edin. Şəkil A-da göstərilən problem insan skeletinin hansı şöbəsinə aiddir? Şəkil A budur. Bu ətraflara aiddir. Yəni ətraflar olacaq burada. Əslən hansı sümük birləşməsi fəaliyyətini məhdudlaşdıra bilər? Burada hərəkətli sümük birləşməsi görürük. Demək bu məhdudlaşdırır. Şəkil B-də göstərilən problem isə insanda skeletin hansı şöbəsinə aiddir? Onurğaya və yaxud gövdə skeletinə aiddir. Gövdə yazsaq, gövdə skeletinə aiddir və əsasən hansı növ sümük birləşməsinin fəaliyyətini məhdudlaşdıra bilər? Yarım hərəkətli sümük birləşməsini məhdudlaşdıra bilər. Hansı pasiyentin mövcud sağlamlıq problemləri olmasaydı sümük iliyi donor ola bilərdi? Sümük iliyi donoru əsasən onurğadan kök hüceyrədən alındığı üçün B ola bilər ki, mövcud sağlamlıq problemləri olmasaydı ondan sümük iliyi donor ola bilərdi. Yəni B götürə bilərik.